Yəni, çünki bu əqidə Əhlüsünnə vəl Cemaatın sələfi əqidəsinin bəziləri Əbdülvəhhabla, Rahimullahla bağlayırlar, Muhammed ibn Əbdülvəhhabla. Muhammed ibn Əbdülvəhhab da Rahimullah 300 il bundan qabaq yaşayıb. Yaxşı, biz gedirik, gör hara, 4-cü əsrə, eyni əqidə, eyni mənhəc. Ona görə o danışanların çoxsu savadsızdır. Yəni, dini cəhətdən onlara elə gəlir ki, bəzilərinə din bilirlər, amma dindən bilmirlər. Dini hardan öyrəniblər? Məsələn, metroda ola bilsin satılan kitabçalardan tutaq ki, o da yuxuda belə gördüm və ya əfsanələr və ya sənəd zad yoxdur rivayətlərdə. Peyğəmbər sallallahu əleyhi və səlləm belə deyib və ya Əli belə deyib və ya Muaviyə belə deyib. Radiyallahu anhum ecmaîn. Və ya ağılla onlara elə gəlir. Və bir qism də Vahabi sözünü işlədənlərdə mən danışıram. Bir qism də avam da çoxsu, heç bilmirlər nədir. Vahabi, Vahabi. Bilmir nədir. Və o qərəzli deyənlər də qərəzli. Onlar cəmaatın avamlığından istifadə edirlər. İstifadə edirlər. Özlərini göstərirlər, gör ki, bunlar alimdir, bunlar bilirlər, amma əslində bu əqidəni Muhammed ibn Əbdülvəhhabla bağlamaq və ya İbn Teymiyyə ilə bağlamaq böyük xətadır və cahillikdir.